İsmayıllıda Gənclər dini radikalizmə, ekstremizmə qarşıdır adlı layihə ilə bağlı konfrans keçirilib. Konfrans Azərbaycan Respublikası Prezidenti yanında qeyri-hökumət təşkilatları Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İctimai Birliyi tərəfindən təşkil olunub. Layihənin əsas məqsədinin gənclər arasında dini maarifləndirmənin gücləndirilməsi, gənclərin radikal dini qrupların təxribatçı əməllərinin iştirakçısına çevrilməsinin qarşısının alınması olduğu bildirilib. Konfrans diskussiya şəklində davam etdirilib, gənclərin sualları cavablandırılıb. İsmayıldan sonra layihə çərçivəsində Masallı və Lerik rayonlarında, daha sonra Gəncədə, Şəmkirdə bu müzakirələr, gənclərlə birgə görüşlər keçəcək. Əsas məqsədimiz 2016-cı il Azərbaycanda multikulturalizm ili çərçivəsində gənclərin dini radikalizmə, dini dözümsüzlüyə qarşı mübarizədə birgə olmaq və Azərbaycanın multikultural dəyərlərinin bütün dünyada təqdim edilməsi. Lalə Lətifova, Leyla Nadir qızı, İsmayıllı.